Meditasiya eləmək hamama girib duş almaq kimidir. Birinci bədən çirkli olur, duş aldıqdan sonra həmən sonra gözəl qoxu, hər şey super, amma onun qalıcılığı daimi mi qalır? Bütün il, fəsil boyu mu bizdə qalır? Yəni biz əsasən də yay aylarında bəlkə də 2-3 dəfə çimirik, düzdür? Çünki buna ehtiyac duyuruq. Və ya da ki, fərqi yoxdur, bütün fəsillərdə, yəni bədənimizin təmizliyi üçün mütləq şəkildə duş alırıq, qayğımıza qalırıq. Çünki fiziki bədəndir, bunu hiss edirik. Təəssüf olsun ki, ruhsal bədənimizdən bağlı fərqində olmadığımız və fiziki bədənə simptom olaraq sinir sistemimizi dəyişdirən, dönüşdürən bəzi faktorlar olur. Əsəbləşməyimiz, gərginliyimiz, stres anı, özümüzdən çıxmağımız. Bunlar hamısı ruhsal bədənin dözə bilmədiyi və axırda belə püskürərək reaksiya verdiyi nüanslardır. Və bizim əslində meditasiyadan sonra aldığımız həmin o birdən-birə yüksəliş olur, o rahatlıq. Onun daimi və qalıcılığı üçün davamiyyət, mütəmadiyyət çox önəmlidir. İndi gəlin birinci baxaq görə niyə görə qalıcı olmur? Qalıcı olmamağının səbəbi bizim həmin prosesin içində sanki təkrarlanan hadisələr illərlə formalaşdırıb sənin sinir sistemini. Və sinir sistemi döyüşlə savaş arasındadır. Sanki meditasiyadan sonra rahatlayır və sonra həmən onun öncəki komfort zonası axı savaş rejimindədir. Səni xatırladır ki, bu əsil sənsən. Və burada başlayır qıcıq və aqressiya. Ona görə ilk dəfə bu proseslərlə, bu texnikalarla məşğul olan insanlarda həmişə bir aqressiya, qıcıq, özündən çıxmalar baş verir. Ta ki o yoluna düşənə qədər. Və meditasiya dərslərindən və seanslarından sonra təsəvvür edin ki, sizdə o rahatlama baş verir, təzə-təzə başlamısınız. Amma elə bilin ki, belə məcazi mənada başa salım sizə. Yol çəkmisiniz, amma o yolun asfaltı yoxdur, fundamenti yoxdur. Sizin də beyin neyronlarınıza bu meditativ proseslərlə sanki yol çəkilir. Asfalt hər dəfəsində, hər etdiyiniz meditasiya sonrası bərkiyir. Amma burada davamiyyət önəmli. Əgər siz ayda bir dəfə, 2 dəfə meditasiya ilə buraxdım, 3 aydan sonra yenidən elədim. Siz yolu çəkirsiniz, sonra o yola fasilə verdiyinizə görə daşlar, kələkötürlər, leysanlar, sellər gəlib tökülür və öncə qurduğunuz sinir sisteminin sakitləşmə zen modunu aşağı salırsınız. Buna görə davamiyyət, mütəmadiyyət çox önəmlidir. Ən azı 3 ay non-stop işləməyinizi tövsiyə edirəm. Daha uzun müddətli vadədə təsir və dönüşüm istəyirsinizsə 6 ay şəklində davamlı məşğul olun. Burada dediyim davamiyyət, yəni həftədə bir dəfə qrup dərslərinə qoşulmaq, ən azı ayda 2 seans götürmək. Kimlər ki, davamlı şəkildə mənlə işləyirsə, ayda ən azı 1 seans götürməyini tövsiyə edirəm. Amma mütəmadi şəkildə, heç olmasa 2 həftədən bir qrup dərslərinə qoşulun. Çünki qrup dərslərində sizə tapşırıqlar verilir ki, o tapşırıqları ev şəraitində rahat şəkildə eləyərək gün ərzində 15 dəqiqə o qalıcılığı möhkəmləndirib o asfaltı daha da fundamentli şəkildə yola çəkərək onun dağılmasına səbəb olacaq heç nəyə icazə vermirsiniz ora gəlsin. Çünki o artıq möhkəmlənib və fundament qurulur. Bu səbəbdən alınmır sizdə. İndi başa düşdünüz? Qalıcılıq üçün bu etapla getməz. Əks halda boş-boşuna heç bir mütəxəssisə ödəniş verməyin, özünüzə investisiya eləməyin. Çünki bütün hər reklam olunan texnika, hər göstərilən metod və hər mütəxəssis həqiqətən sizə dönüşmə səbəb olacaq deyə bir şey yoxdur. İlk növbədə sizə uyğun mütəxəssis tapmalısınız. Enerjisel olaraq o insana baxdıqda, gördükdə, hiss etdikdə. İkinci növbədə onun həyat hekayəsini mütləq deyirəm, baxın. O çox yaxşı universitetləri qutara bilər, hər şey eləyə bilər. Bu sahənin ən yaxşı müəllimlərini təhsil alır. Həyat hekayəsində paylaşdığı hekayələr və s. özü orada belə deyək, dəyişim və dönüşüm yaratmayıb və ya yaratmaqla bağlı heç nə eləməyibsə, qarşı tərəfə kömək edə bilməyəcək o. Və digər tərəf mütləq şəkildə ağızdan ağıza eşidilən mütəxəssislərlə işləyin. Çünki Instagram sahəsində çox məşhurluq artıq fake olubdur. Bu qədər sadə.